Xalq artisti Polad Bülbüloğlu'nun 3-cü dəfə ailə qurması müzakirələrə səbəb olub. Qlobal İnfo bildirir ki, Yeni Sabah onun nikah salnaməsinə nəzər salıb. Polad Bülbüloğlu'nun ilk həyat yoldaşı məşhur Ukraynalı və Rusiyalı opera müğənnisi Bela Rudenko olub. Bela Rudenko keçmiş SSR-də Sovet primadonnası və Ukrayna bülbülü kimi tanınan məşhur opera solisti və pedaqoq idi. O, Polad Bülbüloğlu'ndan 12 yaş böyük olub. Polad Bülbüloğlu'nun 25, Bela Rudenko'nun isə 37 yaşı olanda ailə qurmuşdular. Bu nikahdan onların Teymur adlı bir oğlu dünyaya gəlib. Polad Bülbüloğlu 1997-ci ildə ikinci xanımı Gülnarə Şıxəliyeva ilə ailə həyatı qurub. Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu'nun Azərbaycanın mədəniyyət naziri işlədiyi dövrdə onun köməkçisi vəzifəsində çalışıb. Cütlüyün bu evlilikdən Leyla Məmmədova və Murtuza Məmmədov adlı 2 övladı dünyaya gəlib. Bülbüloğlu'nun yeni xanımının isə əməkdar artist, rəqqasə və pedaqoq Eteri Cəfərova olduğu deyilir. 1978-ci ildə anadan olan Eteri Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış nümayəndələrindəndir. 2025-ci ilin fevralında Heydər Əliyev sarayında Polad Bülbüloğlu'nun 80 illiyinə həsr olunmuş Qayıdış adlı yubiley gecəsinin baş baletmeisteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. Onların nə vaxt evləndikləri və bu evlilikdən övladlarının olub-olmaması haqqında isə məlumat yoxdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə olun.